Salam dostlar, bugün sizlərlə birlikdə şəhərdə necə davranacağınızı anlatıram. Yəni arkadakı Roblox oyununun zaten aidiyyatı yoxdur. Orada baxa bilərsiniz, amma yəni sizə şəhərdə necə davranacağınızı anlatım. Birinci maddə, ləlöyün kimi davranmayın. Xahiş edirəm. Yəni qərbə hərəkət eləməyin şəhərdə. Yəni gəzirəm, görürəm biri bombalar aşır. Bəli, bombalar aşır. Biri metroda ciddi hərəkətlər eləyir, nə bilim nə. Ay qardaşlar, bunu niyə eləyirsiniz? Bax, nə xoşunuza gəlir onu eləyəndə. Yəni belə içiniz rahatlayır deyəsən. Yəni mən başa düşmürəm. Nəysə, bunu eləməyin, xahiş edirəm. İkinci maddə. Xalalara aiddir bu özelliklə. Metroda, avtobusda heç bir fərqi yoxdur. Düşənlərə icazə verin. Xahiş edirəm. Bax, düşənlərə icazə verin. Keçən gün bir xalaya getmişəm. Xala görmüşəm də. Xala şey deyir ki, sağda bir nəfər keçsin, girənlər girsin, solda çıxanlar çıxsın da. Ay qardaş, o elə işləmir axı. İndi mən də məsələn sənin üstündən çıxmaq istəyirəm. Olur, olmur. Bunun da qayda qanunu var. Elə də qanunu var. Nəysə də. Bunların qanununa uyğunlarını eləyin. İkincisi, ağzınızı şapırtlatmayın. Xahiş edirəm. Şapırtlatanda nə xoşunuza gəlir? Belə yəni gəlirəm ya şapırtlatanda. Yaponiyada zətdə deyirsiniz, Çində deyirsiniz ki, o şapırtlatmaq olsun. Çində şapırtlatmağa heç nə demirlər. Düzdür, amma yəni Azərbaycandasınız qardaşlar, ya da ki, Türkiyədə də ola bilər. Amma şapırtlatmayın. Yoruldum. Nəysə, marketlərdə bunlar kassiyerlərə aiddir. Qardaşlar, kasiyer yerində dursun. Marketdə o şeyləri yığanda orada yığsın. Qardaş, baxıram, girirəm. Orada obalarda çox olur. Obaya girirəm, məsələn, Almacıda da olur. Yəni mənim tərəf tutduğum yoxdur. Gedirəm, görürəm ki, şeydir. Lələyən tayfa yoxdur. Kasiyer zat yoxdur. Baxıram ki, hardadır. Orada şey yığır. Deyirəm, gəlin 3 saata gəlin. Mən bəlkə məktəbə tələsirəm. Bəlkə mən bir yeri tələsirəm. Yəni, başa düşmürəm. Ya Allah bu insanlar. Başa düşəmirəm. Nəysə. Bugünlük bu qədər olsun. Çünki danışacağım da bu qədərdir. Nəysə, məni izlədiyiniz üçün təşəkkür edirəm. Partladı ne? Bay bay.